Ayağında tük var seni. Sözüne kişi dönürüm. Bilirəm, bilirsən, ya bilirəm ki, ayağında tük var seni. Şaka, üç, dördüncü ne diyeceksin? Ya. Ayakta Ha? Ayakta tuş olmaz. Olmalı da 2 kişinin tük olar da. Babam vardı lan. Ne kadardı? Ya dağ hissəsini tuman köyünə töküb, nənəmə vaxtı tiftikli tuman köyünə yapardı, neçə il bundan qabaq. Ondan geldi o dağın töküb. Qabağı durur ama, qabağın tüydüdür. Dalı tüksüz qabağa tüktüdü. Ha, dağ... Onda 100 saat sənin ayağımın arxa nayəsinin vuruğu var. Ha? Səninlə bir ayağımın arxa nayəsində onda idman çox eləmişsən. Allah hamd olsun, bax o Quran haqqı deyirəm, nənəmin qəbrin hamd olsun, tuman köyünə buranı tökübdür. Allah nənədə rəhmət eləsin. Hə, önemli. Quran haqqı deyirəm. Ya bizimkilər hələ ölməyib, hələ ölmək istəmir onsuz. Hə? Tiftikli tuman köynəklər olur ya. Tiftikli, hə, bildim. Yağsı töküm. Oradan çıxır ama qabağım tümlüdür deyib, buram tümlüdür. Biri qaldı ha. Biri qaldı. Yalvarıram, dahil bəsdir. Ya biraz Jimmy demirlər, zarafatı deyirlər, bəsdir, öldük də deyir biz, ölüblər, öldüblər, yatıblar. Birini qonşu qovub, birini nə bilim ev yiyəsi qovub, biri düşüb həyətə gülür, biri kişisindən qorxub qalxır, orada gizlənib gülür, hərəsi bitində bıçaqda gülür bu saat. Uzan. Rahat uzan, rahat uzan. Körlük olmayınca kızlar, körlük başa bəla. Bunun ayağında tük üstürüstün çıxıb, yoxsa mənə elə gəlir. Gəl. Sənin gözün mənim ayağıma niyə baxırsan, niyə qalır sənin gözün oldu? O mənada demirəm, elə bir səndə yaxşı sulamayıblar, biraz orada çıxıb, biraz burada çıxıb, üstürüstün çıxıb. Kuman köynək götürdün lan. Can qardaş, can. Bildim də, indi o vaxtı nənən səni tumuşdu köynək giyindi, buna görə belə olub. Kumuşlu yox, tiftikli. Tiftikli. Sən de değil, sən içine tükecekler. Mən tökmüb də, inşallah tökəcək də inşallah yəqin ki. Senin gözün mənim ayağımda nəyədir? İndi sənə bir ayağıma baxırıq da biz buradan, indi başqa yerini görmürəm də, mən indi ayağıma baxırıq da, başın o tərəfdədir. Nağar öldü. Da qalx da, tepelisi burada, nağır acasan.